Deməli, polisbast nədir? Onu izah etmək istəyirəm. Polisbast deməli, hər iki blokun, məsələn, həmin o polisbastın içərisində həm tərpənməz blok olur, həm də tərpənən blok. İkisindən ibarət sistem adlanır polisbast. Deməli, polisbastın həlli, məsələn, baxaq. 3-cü sualın izahına. Deyir ki, çəkiləri nəzərə alınmayan bloklarda qurulan sistem tarazlıqda olduğunu bilərək dinamometrin göstərişi neçə newtondur? Deməli, dinamometrin göstərişini istəyir və çəkilər nəzərə alınmır. Çəkilər nəzərə alınmırsa, bax, burada 90 dərəcədirsə, eyni ipdə eyni qüvvə olur. Burada 90-dır. Demək, eyni ipdən eyni gərilmə burada 90 olmuş olacaq. 90 newton olacaq. Daha sonra bizdən nə deyir? Baxaq, polisbastlara baxaq daha çox. Deməli, çəkiləri nəzərə almayan bloklarla qurulan sistem tarazlıqdadır. Cismin çəkisinin qüvvəsinə olan nisbəti. Biz əvvəlcə çəkinin neçə F olduğunu bilməliyik. Onu da necə təyin edəcəyik? Deməli, yazırıq. Bax, eyni ipdə eyni qəymə. Bura F-dirsə, burada F-dir. Burada yuxarı baxanların cəmi aşağıya baxanların cəminə bərabərdir. Yəni, bura olacaq 2F. Bura F-dən burada F olacaq. Deməli, P-ni nə təşkil eləyir, nə tarazlıqda saxlayır? 3 dənə F. Yəni, P bərabərdir. P bərabərdir 3 dənə F-ə. Və P-nin F-ə nisbəti də olacaq. Demək ki, 3. Yəni, C variantı. Sonra baxırıq 6-ya. 6-da nə deyir? Çəkiləri nəzərə alınmayan bloklardır. K-nın kütləsinin L-in kütləsinə nisbətini deyir, tapın. Deməli, bax, burada F qüvvəsi deyək, FL deyək, tutaq ki. Burada bir dənə FL, burada da FL. Yəni, 2 dənə yük asılıb. Demək, bura 2F olsun. Bura 2F-dirsə, eyni ipdən eyni gərilmə, burada 2F olacaq. Eyni ipdən eyni gərilmə 2F bura. Yəni, FK bərabərdir 4 dənə F elə. Deməli, bu zaman MKJ bərabərdir 4MLJ-yə. Və bu zaman biz nə nəticəyə gəlirik? K-nın elə nisbəti idi. O da olacaq 4. Yəni, D variantı. Sonra 7. Çəkiləri nəzərə alınmayan bloklarla qurulan sistem tarazlıqdadır. Nə istəyir bizdən? M yükünün kütləsini istəyir. Bax, bura 800-dürsə, bura 800-dürsə, demək, burada 800-dür. Eyni ipdən eyni gərilmə burada 800-dür və eyni ipdən eyni gərilmə burada 800-dür. M-i nələr tutur? Bax, bu aşağı isə olacaq bu ikisinin cəmi. Bura 800-dürsə, bura aşağı olacaq 1600. Deməli, M kütləsini nə tarazlıqda saxlayır? 1600, o da 800. 2400 bərabərdir MJ-yə. Buradan da M bərabərdir 240 kiloqrama. Yəni, C variantı. Deməli, baxaq 11-ci suala. Deməli, 11-ci sualda nə deyir? P1-in P2-yə nisbətini istəyir. Bax, bura P1-dirsə, demək, burada P1-dir. Bura P1-dirsə, eyni ipdən eyni gəlmə, burada P1-dir. Demək, aşağıya nə var? P2 var. Düzdürmü? Demək, bax, bura P1, burada P1. Bura demək nə olur? 2P1. Və burada 2P1. Demək, P2-ni tarazlıqda saxlayanlar nə oldu? P2 bərabərdir 4P1-ə. P1-in P2-yə nisbəti olacaq. Demək ki, P2 bərabərdir 4 dənə P1-ə. Onda 4-də 1. Yəni, A variantı olacaq. Sonra, məsələn, sual 16-ya baxaq. Bloklar sistemi qüvvədə nə qədər qazanc verir və yaxud da nə qədər qazanc vermir. Nə edirik? F qüvvəsidir. Bura F-dirsə, demək, bura nə olacaq? F böl 2. Demək, burada F böl 2-dir və burada F böl 2-dir. Yəni, və yaxud da L ilə getsək, L ilə də yazaq, L ilə daha yaxşı olacaq. Deməli, bura FL-dir, onda burada FL-dir və burada FL-dir və bu da FL-dir. Yəni, L cisminin kütləsi ağırlığıdır. Onda
F bərabərdir 2 dənə F elə. Bu çəkidir, düzdürmü? Bu çəkidir, bu isə qüvvə. Demək, qüvvəm çəkimdən nə qədər böyükdür? Qüvvəm çəkimdən 2 dəfə böyükdür. O zaman, daha doğrusu çəkim azdır, amma qüvvəm böyükdür. O zaman 2 dəfə itki verəcək, yəni D variantı. Bir dənə də belə bir suala bax. Bax, çəkisi nə qədərdir? 10 Newton. Çəkini biz hardan göstəririk? Mərkəzdən aşağıya doğru 10. Bu 10 Newton və bu 10 Newton. Sonra baxıram, bu 30'dur, düzdürmü? Bu ipdəki gərilmə 30, qüvvə 30. Demək, burada 30'dur. Eyni ipdən eyni gərilmə burada 30'dur. Yuxarı baxırıq ki, yuxarıya 60 var, aşağıya 10, bir də bu var. Bax, bu xətt var. Düzdürmü? İpdəki gərilmə. O zaman bura 60'dırsa, burada 60 olmalıdır. Ona görə də buradakı qüvvə olacaq 50. 50, düzdürmü? Sonra ümumilikdə nə qədər qüvvədə? 60. Bura 60'dırsa, o zaman bu da 60'dır. Demək, yuxarıya 60, 120 baxır. Bərabərdir. Aşağıya nə var? P plus 10 var. O zaman P bərabərdir 110 Newtona, yəni D variantına. Sonra baxırıq, iləkləri yazırıq. P və aşağıya doğru P'dir. Bura 3P'dirsə, eyni ipdə, eyni qüvvə 3P. Bax, aşağıya nə var? Bir dənə P var, yuxarıya isə 3P. Demək, burada 3P olmalıdır. O zaman bunlar hərəsi 1P olacaq. Bunlar 1P'dirsə, bax, burada P'dir. Buradan gəlirik, burada P'dir. Aşağıya P üstəgəl X var, yuxarıya da 3P var. Demək, X bərabərdir 2P'yə. X'in P'yə nisbəti olacaq 2. Yəni D variantı.